bu bir ətirdir və qeyd edim ki, bu ətir yeganə Azərbaycanda ətirdir ki, Venesiyada ətir muzeyində saxlanılır. Yəni, yeganə Azərbaycan məhsuludur ki, ətridir ki, Avropa ölkələrində də satılır. Söhbət, çox sağ ol Ramin, Muğam parfümeriyadan gedir. Nə gözəl ismi var, nə gözəl adı var. Və onların yeni kolleksiyası Qarabağ Buket adlanır. Çox önəmli. Həm Azərbaycan brendi olsun, həm belə adlarla, belə isimlərlə mənim üçün çox xoşdur. Bunu da sizin üçün göndərdilər. Bu hədiyyəni də qəbul edin. Çox sağ olsunlar, sağ olun. Çox təşəkkür edirəm. Azərbaycanın ən gözəl ətiri Muğam. Yeni kolleksiyası Qarabağ Buketdən sizə hədiyyə göndərdilər. Elizə qızımıza təşəkkürümü bildirirəm. O Muğam mənim çox xoşuma gələn ətirdir. O bilir hansı xoşuma gəlir, göndərir mənim üçün. Sizindir. Təşəkkür edirəm. Muğam parfümeriya bizimlə olduğunuz üçün bambaşqa bir qoxunuz var. Bambaşqa bir ətirin. Muğam parfümeriya və onların yeni kolleksiyası Qarabağ Buket adlanır. Bəli. Burada sənin üçün həm... Görəsən mənim adım nədir orada? Meditasiya üçün sənə həm də şam da qoyublar. Çox gözəl ətirdir, Ay, həqiqətən də. təşəkkür edirəm. Çox sağ olun. Təşəkkürlər. Muğam parfümeriya çox sağ olun. Röyanı da Təşəkkür edirəm. bax bu cür hədiyyə ilə... Mən sevərəm öz brendlərimizi, sevərəm özümüzünkilərlə çalışmağı da. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bu sənindir. Rəngi də gözəldir. Məncə də Muğam doğrudan qara, qızılı... Valla bugün hər şeyi bir mənə görə... Çox qürur verəcəyimiz bir brenddir. Bəli. Mən özüm mənim dəyərli əziz dostum Elza xanımdan şəxsi hədiyyələr də almışam. Bunu bilirəm ki, nə qədər böyük zəhmət çəkirlər bu markanın üzərində və sevə-sevə edirlər və dünyaya tanıdırlar. Öpürəm sizi, hədiyyəyə görə çox sağ olun və sevə-sevə istifadə edəcəm. Çox sağ olun, çox təşəkkür edirəm. Bu arada mən bu parfümeriyanı tanıyıram. Bəli. Və açılışında da olmuşdum və doğrudan da parfümləri çox gözəldir. Eynən, qalıcıdır. Və ətirləri də çox qalıcıdır. Təşəkkür edirəm Muğam parfümeriya bizimlə oldu. Muğam parfümeriya, yəni qoxusu bir başqadır. Adı da çox gözəldir, elə deyilmi? Muğam parfümeriya. Yeni kolleksiyası Qarabağ Buket adlanır. Ay, çox gözəl, nə gözəl. Çox sağ olun, var olun. Bu hədiyyəyə görə Kazım, sən də var ol, çox gözəl. Mən təşəkkür edirəm, çox sağ olun ki, bizimləsiz və bizim dəyərli qonaqlarımıza. Var olsun, Qarabağımız. Şuşanın minarələrindən, belə deyim, hazırlanmış bir görüntüdür. Logosu da çox gözəldir. Muğam parfümeriya xüsusilə sizin doğum gününüzə bu ətiri. Çox təşəkkür edirəm. Biz təşəkkür edirik. Həmişə xoş günlərdə istifadə edəsiniz. Təşəkkür edirəm, çox sağ olun əzizim, çox sağ olun. Muğam parfümeriya, bu elə belə ətir deyil, yəni bu sadəcə bir ətir deyil. Bu adı ilə artıq hər şey doğruldur. Yeni kolleksiyası Qarabağ Buket adlanır. Təkcə Azərbaycanda deyil, Azərbaycandan da kənarda satılan yeganə tək ətir Muğam parfümeriya. Bu sənindir, sənin üçün xüsusilə göndərdilər yeni kolleksiyasını. Bu hədiyyə Azərbaycanın çox önəmli brendi, məhsulu Muğam parfümeriyadandırsa, Muğam parfümeriyanın məhsulları yeganə ətirdir ki, mən bunu keçən proqramda da söylədim, Venesiyada ətir muzeyində saxlanılır və eyni zamanda da xarici ölkələrdə də satışdadır. Yeni kolleksiya Qarabağ Buket adlanır. Çox gözəl ətirdir. Üstəgəl həm də bu bizdən qəbul edin. Qədim təşəkkür edirəm. Muğam parfümeriyanı mən istəyirəm ki, bizim dəyərli qonağımıza Doğuş bəyə hədiyyə edək. Muğam Azərbaycan brendi, Azərbaycan ətiri həqiqətən də, yəni Fransada ətir muzeyində saxlanılır. Yəni bu yeganə ətirdir ki, Azərbaycan ətiri Fransada ətir muzeyində saxlanılır. Bu sizindir. Bunu bizdən qəbul edin.